Salam əziz şagirdlər, bu günləri daha haqqımızda olan sınavımızın 11-ci seviyyəsi olan izahına baxacağıq. Başlayırıq birinci sualımızdan. Əldə seçilən el ədədinin cəmi SN düsturu ilə verilibdir. A6 plus A7-ni tapın. Deməli, bizim burada düsturumuz var idi. SN ayının əlaqəli düsturu. Ayını tapanda SN sıx 1 idi. İndi bizdə buradan soruşur A6-nı tapmaq, bir də A7-ni tapmalıyıq. A7-ni tapmaq üçün n-in yerinə 7 qoysaq, S7-dən çıxmalıyıq S6-nı. Düsturda n-in yerinə 7 qoysaq, 7 vur, 7 çıx 2, çıx 6 qoysaq, 6 vur, 6 çıx 2. Bura eləyəcək 35, çıx 24, o da 11. Deməli, A7-miz oldu 11. Tapmalıyıq bir də A6-nı. A6-nı tapanda da S6-dan çıxmalıyıq S5-i. S6-nı tapsaq n-in yerinə 6 qoyuruq. 6 vur 6 çıx 2. Çıx 5 vur 5 çıx 2. Bu da bərabər də eləyir 9. Bizdə bu ikisinin cəmini soruşur. 6-nı A7-ni. 11 ilə 9-u toplayırıq. Bu da bizə verir 20. B variantı 20. Baxırıq ikinci suala. İkinci sualı deyir, bərabərsizliyi həll edin. Burada baxırıq ki, x kvadratı plus 5 həmişə müsbətdir. Çünki kvadratın üzərinə 5 gəlirik. Ona görə bunu müsbət götürürük. Amma ifadəmiz sıfırdan kiçikdirsə, deməli x var, x minus 2 kiçik bərabər olmalıdır sıfırdan. İnterval. Köklərimiz olur 0, 2, 3 qoysaq müsbət, mənfi, müsbət. Bizə mənfi aralıq lazım olduğu üçün o da olur 0, 2 aralıq. Olur D variantı 0, 2 aralıq. Baxın, üçüncü suala. Deməli, funksiyamızı bizə verib fx minus 1'i soruşur. Deməli, harada x varsa yerinə qoymalıyıq x minus 1. Onda belə olacaq. X minus 1'in kvadratı çıx 2 vur. X minus 1 plus 9. Bununla müxtəsərləşsək, x kvadratı çıx 2x plus 1 çıx 2x plus 2 plus 9. O da bizə verir x kvadratı çıx 4x 9'la deməli 2, bir dənə də 1, 3. O da eləyir 12. Düzgün cavabımız olur C variantı. Dördüncü suala baxırıq. Dördüncü sualda deməli verib 2LC2 plus 2LC3 minus LC18. Birinci buradan deməli 2'ni 2'nin üzərinə atarıq. Olar LC4 çıx LC 2'ni 3'ün üzərinə asarıq 9 üstəcək. Çıx LC18. Sonra o birində LC48 qalır. LC3 qalır. Bir də LC8 olduğu kimi qalır. Burada heç nə eləmirik. Birincidə toplamada vurmadı. Bu bizə verir LC36 çıx LC18. Çıxmada bölmədi. LC48 3'ə bölürük 16 çıx LC8. Yenə çıxma olduğu üçün yuxarı bölmədir. LC2 verir bizə. Aşağıda LC2 verir bizə. LC2'ni də LC2'yə böləndə alırıq 1. Düzgün cavabımız D variantı. Baxırıq 5-ci suala. 5-ci sualda yuxarı bizə sinus alfa plus beta'nın cəm düsturudur. Yəni sinus 20 plus 10 eləyir sinus 30. Məxrəcə baxırıq. Məxrəcdə bəzi dəyişikliklər eləməliyik. Məxrəcdə sinus 21 kosinus 9'u saxlayırıq. Kosinus 159'u adını dəyişsək 180 çıx 21 yazırıq. Kosinus ikinci rüblə mənfi olduğu üçün minus adını dəyişmir. Kosinus 21 kosinus 99'da eləyir. Deməli sinus elə bir yaza bilər. Kosinus 90 çıx 9 sinus 9 eləyir. Sinus 9'da 99 birinci rüb olduğu üçün
Yəni 99 ikinci rübə olduğu üçün artıq birinci rübə adlayıb. Ona görə orada sinus mənfidir. Mənfi sinus 9 olur. O da mənfi mənfini müsbət eləyir. Buradan alırıq sinus 9. Aşağı yenə bizə düstur verir. Bura verdi sinus 30. Burada verdi sinus deməli alfa plus beta 30. Sinus 30'da sinus 30'a böyle ne alırıq? 1. Dördüncü cavabımız D variantı. 6-cı sualda deyir ki, qoşması tapın. Deməli, kompleksdə z bərabərdir A plus B-yi. Qoşması olurdu A minus B-yi. Yəni, xəyali hissənin həkkisi olur, əqisi olduğu kimi qalır. Burada bərfi 3-dürsə, deməli, bərfi 3 olduğu kimi qalmalıdır, amma 4-i müsbət olmalıdır. O da B variantı olur. 4-i minus 3. 7-ci suala baxaq. Bir torbadan 6 sarı, 5 ağ, 4 mavi kürəcik vardır. Təsadüfən seçilən 3 kürəciyin fərqli rəngdə olması hadisəsinin ehtimalını tapın deyir. Birinci, deməli, mümkün halların sayını tapsaq, mümkün halların sayı ümumi neçədə nə olur deməli? 15 dənə, kombinizon 15-dən neçəsi seçilir? 3-ü. Sonra əlverişli halların sayını tapırıq. 3 kürəcik fərqli rəngdə, yəni hərəsindən bir dənə olur. Onda kombinizon 6-dan 1, kombinizon 5-dən 1, bir də kombinizon 4-dən 1 olur. Hərəsindən bir dənə seçilir. Sonra burada yazırıq. Kombinizon 15-dən 15 faktorial. Deməli, burada alırıq 15 faktorial, vur. 12 faktorial, vur 3 faktorial. 15 faktorial 12 faktorial getdi. Burada qaldı. 13 vur, 14 vur, 15. Aşağıda qaldı 6. Sonra buradan da deməli bunu hesablasaq 6 ilə də 15-i ixtisar eləsək burada qalar 3 eləsək burada qalar 2, burada qalar 5. 10-dan 2 eləsək 7. 7-ni vurarıq 5, 30, 455 eləyər bura. Sonra əlverişli halların sayı 6 vur 5 vur 4 onsuz. O da bizə verər 6 vur 5 vur 4 120. Onda ehtimalımız da olacaq 120 bölü 455. Bu ikisini ixtisar etsək 5'ə 91'də 24. O da olar Z variantı. Baxırıq 8-ci suala. A2 mənfi 1, B3, Y vektorlar arasındakı bucaq 90 olarsa, y-in qiymətini tapın. Biz demişdik ki, əgər vektorlar arasındakı bucaq 90 dərəcədirsə, bu vektorların cəmi skalar hasili daha doğrusu 0-a bərabərdir. Ona skalar hasili yazırıq 2 vur 3, çıx Y bərabərdir 0. Y də buradan neçəyə bərabərdir? 6-ya. Cavabımız olur Z variantı. 9-cu suala baxırıq. AD parçası alfa müstəvisinə perpendikulyardır. AC və AB maillərdir. AC'də 30 dərəcə yazılıb bura 30. AC 10. AC 10-dur. Sonda 30 dərəcə bucaq qarşısında kare hipotenuzun yarısı. Bura olur 5. Sonra BD verib 12. AB-ni biz tapa bilərik də Pifagorla. AB-nin kvadratı bərabərdir 5-in kvadratı plus 12-in kvadratı. AB-nin kvadratı bərabərdir 169. AB de oldu 13. O da olur Y variantı. Bak 10. suala. Onun sualda deməli verib ki, loqaritm 5 üzərindən x kvadrat çıx 11 böyük bərabərdir 2 bərabərsində həll edin. Birinci yazmalıyıq ki, x kvadrata çıx 11 böyük olmalı 0-dan. Yəni x kvadratı böyük olmalıdır 11-dən. Bunu yadda saxlayaq. Sonra yazırıq x kvadratı çıx 11 böyük bərabərdir 5 üstü 2. Əsas artın olduğu üçün bura 5 ədəd olduğu üçün işarəmiz olduğu kimi qaldı. Buradan da alırıq deməli x kvadratı
11 böyük bərabərdir 25. 25 x kvadrat çıxı 36 böyük bərabərdir 0. X minus 6, x plus 6 böyük bərabərdir 0. Köklərimiz olur mənfi 6, müsbət 6. Müsbət, mənfi, müsbət. Həllimiz olur, deməli, bizə lazımdır müsbətlər. Mənfi sonsuzluq, mənfi 6. Bir də 6 müsbət sonsuzluq. Buradan da baxırıq ki, bu şərti də ödəyir. Ona görə cavabımız olur bu. Bu da olur B variantı. 11-ci suala baxırıq. 11-ci sualda deməli birinci bunu nə edirik? A'yı bura vurub açırıq. 2 artıq A2 bərabərdir 2x plus 6. Bunu bu tərəfə. Bunun daha doğrusu 2x qalsın, A2 keçirək bu tərəfə. 2x üstəgəl A2 bərabərdir 2 artıq 6. Buradan da x-i çıxarsaq mötərizənin qarşısına 2 plus A bərabərdir 2 artıq 6. Kattənin formasına gətirdik. Tənin həlli yoxdur şərti nə idi? AX bərabər B tənliyində A sıfıra bərabər B sıfırdan fərqli olmalıydı. Deməli, buradan 2 plus A bərabərdir 0. A olur mənfi 2. 2 artıq 6 fərqli olmalıdır 0-dan. 2A fərqli olmalıdır 6-dan. A da fərqli olmalıdır 3-dən. Deməli, A olur onda mənfi 2. Düzgün cavabımız C variantı. Sonra baxırıq 12-ci suala. Silinin ox kəsinin diaqonalı 6 böl kökdə pidir. Burada verilib. Diaqonal oturacaq müstəsləməyə gətirdi bucağı isə 30 dərəcədir. Silindirin yan səthinin sahəsini bizdən soruşur. Deməli, burada da nə istifadə edirik? Birinci 30 dərəcə xəstəsindən istifadə edirik. 30 dərəcə və tonzun yarısıdır. Onda bura olur 3 böl kökdə pi. Bura hündürlükdür h. Yazırıq ki, buradan h bərabərdir 3 böl kökdə pi. Oldu aşımız. Sonra bura 30'da bura 60'da. 60 dərəcə bucaq qarşısında kayded. 30 dərəcə bucaq qarşısında kaydedin. Kökətdə 3 mislidir. Onda bura olur 3 kökdə 3 böl kökdə pi. Bu diametrdir. Radius da bunun yarısı olacaq. Onda olacaq 3 kökdə 3 böl 2 kökdə pi. Sonra bizdən soruşur yan səthin sahəsi. Esyanın düsturu 2 pi r h'dır. 2 vur pi vur. R'in yerinə yazırıq 3 kök 3. Deməli, böl 2 pi. 2 kökdə pi. Vur h'ı da yerinə yazırıq 3 kökdə pi. 3 böl kökdə pi. Kökdə pilərlə bu pi getdi. 2 ilə 2 getdi. 3'ü də 3'ə vurduq. 9 kökdə 3. Cavabımız E variantı. 13-cü suala baxırıq. 13-cü suala baxanda görürük ki, bu ifadə özü bizə düstur verir. Nəyin düsturunu verir? Bizə verir tangens 2 alfanın düsturunu. Yazırıq buradan. Tangens 2x2 vuran 4x bərabərdir kökdə 3. Buradan 4x bərabərdir. Tangens kökdə 3 alır pi bölü 3. Plus pi k. Hər tərəfdə 4'ə bölsək, pi bölü 2 plus pi k bölü 4. Burada düzgün cavabımız olur E variantı. 14'ə baxırıq. 14 müxtəsər vurma düsturudur. Bir dəfə yazırıq bunların fərqin, bir dəfə cəmin. Deməli, 104'dən 4 çıxırıq. Yuxarı eləyir 100. Vur 108. Burada eləyir 46 vur 54. 108'dən 54 ixtisar gedir. Burada qalır 1, burada qalır 2. 46'dan 2 gedəndə 100. Alırıq 23'də 100. Bu da bizə verir 4'dən 23'də 8. Cavabımız olur A variantı.
15-ci suala baxırıq. 2 açıq 3 və bərabərdir 12. 4 üstəgəl 6 və bərabər 48 tənlər sistemində A plus B cəmini tapın deyir. Yuxarını buradan vursaq 2-yə. 4 açıq 6 və bərabərdir 24. 4 üstəgəl 6 və bərabərdir 48. 6 bölər getdi. 8 və bərabərdir 72. A da bərabərdir 9. Buradan da A yerinə qoysaq 18 çıx 3B bərabərdir 12. 3B bərabərdir 6. B'miz olur 2. Bizdən A plus B cəmini soruşur. 9-un 2-ni topluruq, o da edir 11. Cavabımız B variantı. Sonra baxırıq növbəti suala. 16-cı sual. Funksiya ilə bağlı bir sualda 16-cı sual. Deməli, funksiyanı bizdən verib, qrafikini, F2-ni soruşur bizdən. Təpə nöqtəsinin koordinatlarını yazsaz buradan. Baxırıq ki, təpə nöqtənin koordinatları 4-dən 2-dir. Özünün koordinatları isə 0, 10-dur. Yəni, C-imiz avtomatik buradan tapırıq 10-dur. Təpə nöqtənin koordinatını yazsaq, belə yazacaq. Y bərabərdir A vur. A müsbətdir, çünki parabolanın qolları yuxarı gedir. X minus 4-ün kvadratı plus 2. Gətirib burada 0, 10-u yerinə qoysaq, onda o A'yı tapa bilərik. A vur 0, 4 çıx 4-ün kvadratı üstəgəl 2 bərabərdir 10. 16A bərabər 8. A'mız oldu 0, 10-da 5. Onda funksiyamız oldu Y bərabər 0, 10-da 5 vur 2 sıx 4-ün kvadratı plus 2. İndi F2'ni soruşsa burada ikisini yerinə qoyuruq, 2 qoyuruq. Buradan da F2 bərabərdir 0, 10-da 5 vur 2 çıx 4-ün kvadratı plus 2. Bu da 2 plus 2. O da eləyir 4. 17-ci suala baxırıq. Yan sətnin sayəsi 27/3 olan düzgün tetradin tilini bizdən soruşur. Deməli, düzgün tetradin esyanın düsturu bərabərdir 3 A kvadratı kök 3 böl 4'dür. Deməli, bu bərabərdir 27 kök 3-ə. Kök 3'lər getdi. 27-dən 3 ixtisar gedər. 9. A kvadratı bərabərdir 36. A'mız oldu 6. Bizə də til soruşur, tapdıq. Tilimiz oldu 6. D variantı. 18-ci suala baxırıq. X' bərabər x sıx 2, y' bərabər y sıx 5 düstura verilmiş paralel köçürmədə mənfi 3 nöqtəsi hansı nöqtəyə keçir? İndi mənfi 2, 3'ü düsturda yazırıq yerinə. X' bərabərdir. Mənfi 2 sıx 2, eləyəcək mənfi 4. Y' bərabərdir 3 sıx 5, o da bərabərdir mənfi 2. Olur mənfi 4, mənfi 2. B variantı. 19-cu suala baxırıq. 19-cu sualda hər tərəfi vururuq 4'ə. Onda olacaq x minus 1 çıx 4 bərabərdir 2x. Buradan da x minus 9 bərabərdir 2x. X də bərabərdir mənfi 9. O da olur B variantı. 20-ci suala baxırıq buradan. 20 sual saydı sualdır. Asan suallardan biridir. Burada deməli kök altında 9'dan 3 çıxır. 19'dan 3 çıxır 16, 16'dan 4 çıxır. 20'də 4 gəlir 25, 25'də 5 çıxır. Yəni, düzgün cavabımız olur D variantı. Şifahi bir sual idi bu. Keçdik 21-ci suala. 20-ci sualı verib ki, ABC üçbucağında B median kəsişmə nöqtəsidir. B'm 18'dir. Aha. Biz demişdik medianların kəsişmə nöqtəsi 3'ün 1 nisbətində bölünür. B'm əgər 18 isə onda bura olur 2, 12, bura olur 6. Bərabər yanlış bucaqda da deməli burada AC CC perpendikulyardır. Bunu verib bizə. Bizdən C'mi soruşur. Aha. AC-nin növünü tapırıq buradan. Bu düz bucaq təpəsindən çəkilmiş median olduğu üçün demişik ki, düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Onda AC-nin buradan nə tapırıq? 12. Düzgün cavabımız C variantı. 22-ci suala baxırıq. Deyir, M-in neçə tam qiymətində bu kəsirin qiyməti tam ədəddir.
Deməli biz sürətdə belə yaza bilərik sürət. 3m çıx parçalayaq ki bunu ixtisara apara bilərik. 3m çıx 3 plus 7 kimi yaza bilərik də. Çünki bu bizə 3m üstəgəl 4 verir. M çıx 1. 3m çıx 3 sürət məxrəci ayıraq. M çıx 1 7 böl M çıx 1. 3'ü çıxarsaq M çıx 1 M çıx 1 üstəgəl 7 böl M çıx 1. M çıx 1'lər ixtisar olur. 3 plus 7 böl M çıx 1 qalır. Yəni M çıx 1 7'nin bölənləri olmalıdır. M çıx 1 var. 7'nin də bölənləri 1'dir, mənfi 1'dir, 7'dir, mənfi 7'dir. Natural demək üçün mənfilə götürür. İndi neçə dənə tam ədəd ola bilər M? 4 dənə şərt varsa, deməli 4 dənə fərqli ədəd olacaq. 23'ə baxırıq buradan. 23'də x kubu çıx 8'i atsaq, bizə verəcək x çıx 2, x kvadratı üstəgəl 2x plus 4. Aşağı olacaq 5 vur x minus 2. X minus 2, x'lər buradan islah oldu. X kvadrat plus 2 biz 6 yaza bilərik də buradan bu ifadədən 6 verir bizə. Onda bura olacaq 6 plus 4 böl 5. 10 böl 5 o da neçə eləyir? 2. Cavabımız D variantı. 24-cü suala baxırıq. Qabarıq çox bucaqın daxili bucaqlarının cəmi 2160. Düsturumuz belədir. 180 vur n çıx 2 bərabərdir 2160. N çıx 2 bərabərdir 12. N'imiz olur 14. Bir təpədən çıxan diagonalların sayıcı sıra n vur n çıx 3 böl 2'dir. 14 vur 11 böl 2 o da 77. Düzgün cavabımız olur 77. 25-ci suala baxırıq. 15% ilə 35%-nin cəmi 80 olaraq tapın. 15 ilə 35'i toplasaq bizə verir 50%. İndi 80-50% 80 olan, yəni bunun 2 qatı olmalıdır. O da neçə eləyir? 160. Sonra baxırıq 26-cı suala. 26-cı sualda verib ki, n üstəgəl n 30'dur, A ilə B kəsməsi 4'dür. Bu bizə düstur verir. Düsturumuz belədir. N A birləşmə B bərabərdir. N A üstəgəl n B çıx n A kəsişmə B. Burada da olur. N A üstəgəl n B bizə verib 30'dur. O da bizə verib 4'dür. O son 4 sırf nə alırıq? 26. 27-ci suala baxırıq. Uyğunluq. Deməli, 27-ci sualda şəkilə baxdıqda bilirik ki, bu birinci şəkildə 3'ünün cəmi 360 dərəcə olmalıdır. Onda alfanı tapmaq üçün 360'dan çıxırıq 250'ni. O da bizə verir 110. Deməli, birincidə alfa 110'dur. 1'ə uyğun gəlir C alfa körbucaqdır. Bir də D. İkinci qaydamız, ikinci şəklin qaydası beləydi ki, alfanı tapanda 110 ilə 120'ni toplayıb bundan çıxmalıyıq 180'i. 110 ilə 120 toplayıb 230, 180 çıxanda 50. Alfa iti bucaqdır. Bura uyğun gəlir A. Başqası uyğun gəlmir. Şimdi də bilir ki, alfa 65 ilə 25'in cəmidir. 65 ilə 25'in cəmi bizə verir 90. Deməli, burada uyğun gəlir B. Alfa düz bucaqdır. 1'ə C'də, 2'ə, 3'ə də B. Keçdik 28-ci suala. Ümumi 28-ci sualda deməli bizdə nə verilib? X kubu çıx 8x'in qarı plus 15x bərabər 0 tənliyin kökləri yalnız biri bu tənlinin ortaq kökü olarsa A vur B A-sını tapın. Birinci bu tənliyin kökünü tapaq kökləri. X'i çıxaraq mötərizənin qarşısına. X kvadratı çıx 8x plus 15 bərabərdir 0. Bunun kökləri olur x1 0. Bu da olur 3 ilə 5. X2'miz olur 3. X3'ümüz olur 5. 0, 3, 5.
Buradan baxırıq ki, bu 3 bunun kökü ola bilməz. Çünki məxrəc 0 ola bilməz. 3'ü sildik, 3'ə baxmırıq. 5 də burada ola bilməz. 5'i də sildik. Deməli, bunların ortaq kökü olacaq 0. Dedim, x yerinə qoyuruq burada 0 çıx 12, 0 çıx 3 bərabərdir a böl 0 plus 2. Buradan a'mız olur 8. Sonra 0 çıx 10, 0 çıx 5, b böl 0 üstəgəl 4. Burada b'miz olur 8. A vur b de olur. 8 vur 8, 64. 29. sual baxaq. Burada verir ki, AB BC bərabərdir. APB 27 dərəcə. AD qövsü 3, CD qövsü olarsa ABP alfa neçə dərəcəlidir? Deməli, burada nə yazırıq? Bura bu qövsü x götürsək, bu qövsü olur 3x. Çünki özü burada o şərti bizə veribdir. İndi buradan bucaq P'yi tapsaq qaydaya görə qövs AB-dən çıxmalıyıq qövs CD-ni bölməli 2-yə. 27 dərəcə bərabərdir. Qövs AB, AB-ni biz bilmirik. Çıx, qövs CD-ni biz nə götürmüşük? X. Böl 2. Buradan AB qövsünü tapsaq, 54 plus x olur. Bunlar bir-birinə bərabər olduğu üçün məsələ, bu AB-nin BC qövsü də bir-birinə bərabərdir. Yəni, qövs AB bərabərdir qövs BC-yə, o da 54 plus nə olur elə? X. İndi burada oldu 54 plus x, burada oldu 54 plus x. Bunların hamısı da çevir 360 dərəcədə var. Cəmi 360-a bərabər edirik. 54 plus 2 üstəgəl 54 plus 2 üstəgəl 2 plus 3x bərabərdir 360-a. Buradan yazırıq 108 üstəgəl 6x bərabərdir 360. 6x bərabərdir 252. X bərabərdir 42. Bizdən soruşur APB alfa bucağına. X tapdıq 42. Buradan da alfa bucağını tapsaq, alfa bucağı bu qövsə söykənibdir. 3x-dən x-ə. Alfa bucağı bu qövsün yarısı olmalıdır. Yəni olmalıdır 3x plus 2x böl 2. O da 2x eləyir. 2-yə də vuruq 42. O da bizə nə verir? 84 dərəcə. Düzgün cavabımız olur 84 dərəcə. Sonuncu ispat sualımıza baxaq. Deməli, burada şəkili bizə verib, deyir, A nöqtəsindən xaricdən toxunan O1 və O2 mərkəzə çevrilərin D ortaq toxunanları çəkilmişdir. BAC 90 dərəcə olduğunu ispat eləyin. Deməli, bunu necə ispat eləyirik? Burada biz radiusları çəksək, 40-40 göstərək, belə 40 xəttlərlə. Bu bir radiusdur. Bu da A ortaq ikisinin kəsişmə nöqtəsidir. Burada 1'dir. Burayla da buranı birləşdirək. 3 bucaq alırıq. Buranı birləşdirək. Buradan da eyni radius çəksək. Bura. Burayla da buranı birləşdiririk. İndi buradan deməli yazırıq ki, şərti belə yazırıq. O1B bərabərdir O1A-ya, o da bərabərdir R olduğundan. Bucaq O1BA bərabərdir bucaq O1AB və bucaq BO1A bərabərdir. Deməli, bunu belə təyin edirik. Bunlar bir-birinə bərabər olduğu üçün buraya yazırıq alfa, alfa. Bura alfadırsa, alfadırsa, buraya qalacaq 180 çıx 2 alfa. Şu bucağın daxili bucaqların cəmi 80 dərəcə olduğuna görə.
Burada olacaq 180 çıx 2 alif. Bunu qeyd elədik. İndi digər çeviriyə keçsək, O2A bərabərdir. O2C, o da bərabərdir. R olduğundan buradan yazırıq ki, O2AC bərabərdir. O2CA, o da bərabər beta götürək. Deməli, burada bu bucaqlar da olur, bura. Beta, beta. Onda bura qalacaq 180 çıx 2 beta. Onda yazırıq ki, bucaq A O2C bərabər 180 çıxılsın 2 beta. Buradan da O2C ilə O1B paralel olduğundan bucaq B O1A və bucaq A O2C daxili bir tərəfli bucaqlar olur. Daxili bir tərəfli bucaqların cəmləri 180 dərəcədə. Onda buradan yazırıq 180 çıx 2 alfa üstəgəl 180 çıx 2 beta bərabərdir 180-ə. Buradan alırıq ki, alfa plus beta bərabər 90. Alfa ilə beta 90-dırsa, bura bütöv açıq bucaqdır axı. Onda buradan yazırıq ki, bucaq BAC bərabərdir 180 çıx alfa plus beta. Alfa plus beta 90-dır axı. 180-dən çıxırıq 90-ın, qalır 90. Biz elə deyirdik ki, BAC-nin 90 olmağını isbat eləyin. Sonra da yazırıq ki, isbat olundu. Bugünkü izahlarımız bu qədər. Sağ olun.